Sən də hiss edirsənmi? Amma elə bir ki, xoşbəxt olmaq bir borca çevrilib. Sanki özündə təbəssüm yoxdursa, səndə nəsə yolunda getmir. Hər kəs xoşbəxtdir, hər kəs paylaşır, hər kəs yazır. Yeni gün, yeni enerji, xoşbəxtlik. Bəs o içimizdəki səssiz yorğunluq, heç bir səbəbi olmayan kədər hara gedir, hara gizlənir, daha doğrusu gizlədilir? Elə bir yarışa girmişik. Kim daha çox paylaşacaq, kim daha çox xoşbəxtdir, kim daha çox like yığır. Amma mən düşünürəm ki, bəs sizcə bunlar həqiqi xoşbəxtlikdirmi? Hal-hazırda insanların bir çoxu, mənim fikrimcə təbii ki də, duyğularını gizlədirlər. Öz duyğularını ifadə etməkdən çəkinirlər. Çünki sosial baskı var. Yəni ki, bunun əsas sosial şəbəkələr də bunda çox böyük rol oynayır. Hər şey çünki xoşbəxt olduğu anları paylaşır, mükəmməl evlilik, mükəmməl həyat, gözəl iş, mükəmməl karyera. Yəni biz ona baxdığımız zaman özümüzü natamam hiss edirik, əksi hiss edirik və daha çoxunu istəyirik və xoşbəxtliyin ondan ibarət olduğunu düşünməyə başlayırıq. Sən də istəyirsən mükəmməl həyat, paylaşmaq. Amma bəzən elə bir an olur ki, sənin daxilində yəni boşluq hissi olur. Heç bir şey olmur. Paylaşım olmur, paylaşmaq istəyi olmur, boşluq olur, tamamilə boşluq. Və belə olduğu zaman sən öz-özünə başlayırsan sual verməyə ki, mən nə üçün belə hiss edirəm? Demək mən əksiyəm, natamamam, məndə nəsə yolunda getmir. Halbuki bütün duyğular normaldır. Xoşbəxtlik qədər, kədər də, yorğunluq da, tükənmişlik hissi də normaldır. Yəni bunları doya-doya yaşamağı seçməliyik. Məsələn, mən əvvəllər deyirdim ki, mən başıma gələnləri ilk öncələr yaşadıqlarıma birini danışmaqda çox çətinlik çəkirdim. Bunu danışmamağı seçirdim. Yəni insanlar tərəfindən neqativ algılanmaqdan qorxurdum, neqativ görünməkdən qorxurdum. Amma sonra başladım, dedim ki, mən yaşadıqlarımı birinə danışdığım zaman düşündüm ki, okey, hər şey normallaşacaq. Mən özümdə yüngüllük hiss eləyəcəm və artıq bəzi yükləri tək başına qaldırmamış olacağam, gizlətməmiş olacağam ən azından bəzi şeyləri. Və yaşadığım hadisələr danışandan sonra isə amma fərqinə vardım ki, məndə heç bir şey dəyişmir. Yenə əvvəlki kimi qalıb axı. Bu necə ola bilər? Axı mən düşünürdüm ki, bir şeyləri danışdığım zaman bu duyğular daha da azalacaq. Amma sonradan fərqinə vardım ki, mən yaşadıqlarımı danışıram, amma yaşadığım zaman hiss etdiyim duyğuları danışmıram. Məsələn, o an kədərli idim, ağlamaq istəyirdim, amma ağlamağı bacarmadım. O an mənim həyatımın ən çətin anları idi kimi ifadələri işlətmək yerinə mən sadəcə yaşadığım hadisəni film, ssenari olaraq başlayıram danışmağa. Amma hiss etdiyim duyğuları isə danışmıram. Əsas problem isə buymuş. Yəni yaşadığımız duyğuları danışmaq, o an hiss etdiyim duyğular haqqında məlumat vermək. Mən o an üçün özümü kədərli hiss eləyirdim, özümü əksi hiss eləyirdim, yorğun hiss eləyirdim və bunu qəbul eləyirəm. Bu normaldır. Mənim xoşbəxt hiss etdiyim anlar da olub. Xoşbəxtlik əbədi deyil. Yəni kədər əbədi olmadığı kimi, tükənmişliyin əbədi olmadığı kimi, xoşbəxtlik də əbədi deyil. Yəni bunu əbədi olmadığını artıq qəbul etmək lazımdır. Məsələn, Emil Cioranın çox sevdiyim bir sözü var. Xoşbəxtlik yanlış anlamadır. Onu adlandırdıqda o artıq bitmiş olur. Ciorandan bir sitat daha vermək istəyirəm. Deyir ki, duyğularını gizlətmək insanın özünə etdiyi ən böyük zorakılıqdır. Yəni biz bunu özümüz eləyirik. Və əslində mən düşünürəm ki, mənim fikrimcə bu uşaqlıqdan gələn bir şeydir. Ailədən gələn bir şey. Ailədə uşaq vaxt deyirdilər ki, ağlama, burada ağlanacaq nə var ki, xoşbəxt ol, gülümsə, neqativ düşünmə kimi ifadələr işlədirdilər. Tamam, mən bunu qəbul edirəm. Okey, bu bizi motivə etmək üçün deyilən sözlər idi. Bizi daha güclü böyütmək istəyi idi, bəlkə də, bilmirəm. Amma ki, bu bir yerdən sonra bizə artıq duyğularımızı gizlətməyə də öyrədirdi. Biz xoşbəxt görünmək məcburiyyətində hiss edirdik özümüzü. Ki, bizə nə deyilirdi? Güclü ol, ağlama, motivə ol, yəni. Amma məncə bizə əsas deyilməli şeylərdən biri də o idi ki, duyğularını doya-doya yaşa. Demək, buradan belə qənaətə gəlirik ki, heç bir zaman mütləq, məsələn, xoşbəxtlik sırf bir şeydə deyil. Yəni, xoşbəxtlik çox kiçik ayrıntılarda da ola bilər. Məsələn, sosial mediada paylaşmaq, gedib xarici ölkəni gəzmək, okey, ola bilər təbii ki də. Gedib xarici ölkəni gəzmək, yeni həyat, insanlardan uzaqlaşmaq, ətrafını gözəlləşdirmək, gözəl bir karyera, maddiyyatın çox yaxşı olması, bunlar okey, gərəkli olan şeylər ola bilər. Amma ki, xoşbəxtliyi sırf bunlarla qısıtlamaq, bunlarla çevrələmək lazım deyil. Yəni, xoşbəxtlik sadəcə onlardan ibarət deyil, paylaşılmış şey deyil. Yəni,
sən çalış bütün duyğularını paylaşasan. Xoşbəxtliyi, kədəri, tükənmişliyi, hiss etdiyin bütün duyğuları paylaşmağı öyrənəcək olsan, onları qəbul edib mənimsəmiş olsan, həyat daha gözəl bir yer ola bilər. Və hər zaman dediyim kimi, önəmli olan ola biləcəyin ən yaxşı insan olmağı seçməkdir. Hər şeydən önəmli olan budur. Hansı dinə sitayiş etmək, hansı dini seçməyindən asılı olmayaraq, hər şeydən önəmli olan odur ki, sən deyə bilərsən ki, mən bu gün ola biləcəyim ən yaxşı insan oldum. Ən yaxşı insan olmağı seçdim. Bəlkə də önəmli olan sadəcə bu idi.